Jurnalist Səidə Bəkir qızı deputat Günay Ağamalını müdafiə etdiyi üçün ondan pul aldığı barədə iddialara münasibət bildirib. Müsahibəsində o, bu cür ittihamların əsassız olduğunu vurğulayaraq Günay Ağamalını şəxsən tanımadığını deyib. Jurnalist qeyd edib ki, deputatla heç bir əlaqəsi yoxdur və onunla bağlı səsləndirdiyi fikirlər şəxsi mövqeyindən irəli gəlir. Stat: Bir Allah şahiddir ki, Günay xanımı yalnız bir fikrinə haqq qazandırmışam. Bundan başqa onun digər fikirləri ilə razılaşmamışam və onunla alacağım, verəcəyim yoxdur. Mənə yazırlar ki, Günay Ağamalı bu çıxışa görə sənə nə qədər pul verdi? Kimdənsə 1 manat da alacağım yoxdur. Pulu öz əziyyətimlə qazanıram deyə Səidə Bəkir qızı bildirib. O həmçinin əlavə eləyib ki, əgər məqsədi kimlərinsə maraqlarına xidmət etmək olsaydı, ictimaiyyət arasında müzakirə doğuran mövzulara toxunmaz və müxtəlif şəxsləri tənqid etməzdi. Səidə Bəkir qızı haqqında səsləndirilən hakimiyyətin adamıdır və ya pul qarşılığında danışır kimi iddiaları da rədd edərək fəaliyyətini müstəqil şəkildə davam etdirdiyini vurğulayıb.